Sual verirlər ki, saçı hər gün daramamaq məsələsini izah edə bilərsiniz? Cavab belədir ki, bəli, Abdullah ibn Muğaffəldən rəvayət olunan bir hədisdə bildirilir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm saçları bir gündən bir daramağı buyurmuşdur. Yəni hər gün daramağı qadağan etmişdir. Əvvəla bunu qeyd edim ki, burada nəzərdə tutulan qadağan haram dərəcəsində deyil, bəyənilmir. Və həmçində kimlərə aiddir bu? Ehtiyac olmadıqda, yəni ehtiyac olmadığı təqdirdə saçları daramağa çox vaxt sərf etmək bu bəyənilmir. Lakin alimlər qeyd etmişlər ki, əgər ehtiyac olarsa, hətta bir gündə bir neçə dəfə olsa belə saçı daramağa icazəlidir. Məsələn, bir insan yatıb oyandıqdan sonra və ya elə bir işdə işləyir ki, xüsusən kişilər bu işdə saç, saqqal, toz olur. Belə olan halda saçları hər gün olsa belə və yaxud bir gündə bir neçə dəfə olsa belə yuyub həmçinin daramaqda bir qəbahət yoxdur. Burada nəzərdə tutulan ehtiyac olmadığı təqdirdə həddən çox saç daramağa vaxt sərf etməkdir.